Bismillahirrahmanirrahim. Ramazan ayının fəziləti, əzəməti haqqında Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurur xütbələrində: Allahın ayı sizə rəhmətlə, məğfirətlə, bərəkətlə üz tutub. Bu ay Allah yanında ən üstün aydır. Bu ayın gündüzləri ən üstün gündüzlər, gecələri ən üstün gecələr, saatları isə ən fəzilətli saatlardır. Bu ayda sizin dualarınız qəbul, günahlarınız bağışlanmışdır. Bu ayda sizin yuxunuz belə ibadət, nəfəsiniz belə zikirdir. Ramazan ayını əzəmətli edən, fəzilətli edən ən üstün amillərdən biri məhz Qur'an-ı Kərimin bu ayda nazil olmasıdır. İstər bu ayda, istər digər ayda Qur'an oxumağın fəziləti haqqında Peyğəmbər və Əhl-i Beytdən çoxlu hədislər nəql olunur. Hədislərin birində Əmir-əl-Möminin əleyhissalam buyurur, deyir o ev ki, orada Qur'an oxunar və orada Allah zikr olunar. O evin bərəkəti çoxalar. O evə mələklər gəlib gedər. Bir yerdə ki, Qur'an oxunar, bir evdə ki, Qur'an oxunar, Allah zikr olunar. O evə Əmir-əl-Möminin buyurur ki, mələklər gəlib gedər və şeytan oradan uzaqlaşar. O ev səma əhli üçün nur saçar. Necə ki, səma ulduzları yer əhli üçün işıq saçır, o ev də səma əhli üçün işıq, nur saçar. Sonra Əmir-əl-Möminin əleyhissalam buyurur, o ev ki, orada Qur'an oxunmaz və orada Allah zikr olunmaz, o evin bərəkəti azalar. Mələklər o evdən gedər və o evə şeytan gələr. Bu cür hədislər çoxdur. Başqa bir hədisdə Əmir-əl-Möminin əleyhissalam buyurur, müminin layiq olduğu xüsusiyyətlər haqqında buyurur ki, Yənbəği lil-mümin ən la yəmutə hətta yətəəlləməl Qur'anə əv yəkunə fi tə'lim. Deyir, layiqdir hər bir mömin üçün ölməmişdən qabaq Qur'anı öyrənə. Yəni, müminin xüsusiyyətlərindən biri budur ki, ölməmişdən qabaq Qur'anı öyrənə, oxuya. Və yaxud da ki, öyrəndiyi halda ölə. Bu, mömin üçün ən gözəl, ən üstün xüsusiyyətlərdən biridir. Məhz Ramazan ayında Qur'an-ı Kərimin nazil olduğu bir ayda, bu mübarək ayda Qur'anı oxumaq, Qur'anı tilavət etmək digər aylara baxdıqda daha 2 qat savab yazılır. Hədislərdə Allah Resulü sallallahu aleyhi və alihi və səlləm buyurur ki, وَمَنْ تَلَى فِيهِ آيَةً مِنَ الْقُرْآنِ كَانَ لَهُ مِثْلُ أَجْرِ مَنْ خَتَمَ الْقُرْآنَ فِي غَيْرِهِ مِنَ الشُّهُرِ. Deyir, hər kim bu ayda Qur'an-ı Kərimdən bir ayə oxusa, sanki o digər aylarda Qur'anı xətm edib. Ümumiyyətlə, hər bir gözəl iş, hər bir savab iş Ramazan ayında yerinə yetirdikdə onun savabı daha çox olur, daha artıq olur. Ona görə Ramazan ayı bizlər üçün bir fürsətdir. Qur'an oxuyanlar Qur'an daha çox oxusunlar, Qur'an oxuya bilməyənlər isə bu ayın bərəkətindən istifadə edib Qur'an oxumağı öyrənsinlər. Allah tutduğumuz orucları qəbul eləsin.